Pəhləvidən başlayaq. Bəli, Pəhləvinin üzərində iş davam edir. Və Pəhləvinin ətrafına İranın mühacir deməli kəsimindən çox nüfuzlu şəxsləri yığırlar. O cümlədən də İranın əsas deməli hakim sülaləsi, legitim hakim sülaləsi olan Qacarların da təmsilçilərin bir bığı burma Qacar var idi. Onu yığmışlar onun ətrafına. Görünən budur ki, bu İsrail, ən çox İsrail işləyir bu versiyanın üzərində. İsrailin başqa alternativi yoxdur, başqa variantı yoxdur. Və Pəhləvini alternativ kimi təqdim edir. Pəhləvinin İrana gətirilməsi problemli məsələdir. Bir var, təqdim oluna, qorxudula, göstərilə, koalisiya yaradıla. Bu, məncə təzyiq üçündür. Amma İranı içəridən dəyişdirəcəklər. Yəni, İran elə bir ölkədir ki, oraya Amerika və İsrailin quru əməliyyatı keçirməsi qeyri-mümkündür. O çətin məsələdir. Yəni, sahə əməliyyatı olduqca çətin. Məsələn, bugün mən BBC-dən bir material oxudum. Orada yazılır ki, Trump özü İran əməliyyatı ilə özünü böyük bir riska soxmuş oldu. Onun taleyi həll olunur burada. Yəni, təkcə İranın yox, Trump'ın da siyasi gələcəyi taleyi həll olunur. Və burada uğursuz olsa, Trump məhv olacaq siyasi bir deməli, fiqur kimi. Bir də məhv olma ehtimalı varmı? Gedişat ona göstərir ki, deyir və edir, hədəfləri bir-bir göstərir, sıradan çıxarır. Nəzəri olaraq hər şey ola bilər. Çünki orada göstərir ki, mütləq bu işi tamamlamaq üçün quru əməliyyatı həyata keçirmək lazımdır. Çünki İranı bu cür deməli, şəxsləri öldürməklə çöktürmək qeyri-mümkündür. Çünki orada sxem mexanizm elə qurulub ki, bir nəfər ölsə, təcili bir gündən sonra ikinci, üçüncü, dördüncü ali lider, 88 nəfərlik ekspertlər şurası var. O ekspertlər şurası bir gün sonra ali liderin yerinə Əlirza Ərafini seçdi də, bilirsiniz. Amma varisləri də öldürüblər, o da var. Xameynin öz varis kimləri ki, təyin öncədən müəyyənləşdirmişdi, onlar yoxdur. Orada sistem elə deyil. O kimsə varis təyin edə bilməz. O elə 88 nəfərlik ekspertlər şurası bunu müəyyən edir. Və Ərafini verdilər, böyük ehtimalla o qalacaqdır. Yəni, öldürməsələr. Təbii ki, öldürməsələr. Tamamilə doğru bir qeyddir. Çünki onun açıqlamaları... meydan oxudu. Yox, o meydan oxuma boş bir şeydir. O ictimai rəy üçündür. O gələn kim deyəməz ki, mən şüarlarımdan geri çəkilirim. Deyəcək, yolumuz Xameyni yolu. Bir neçə gün belə gedəcək. Altdan nə proses gedir? Onun adamları kimlə danışır və yaxud da, məsələn, mənim fikrimi bilmək istəyirsinizsə, Ərafinin müvəqqəti olaraq şuraya daxil olması, birisi Troykada da 3 nəfərdən ibarət idarə etmə mexanizmi var. Prezident, Ali Məhkəmənin sədri, bir də Ərafi. Bunun oraya təyin olunması məncə, yəni, böyük ehtimalla, dəqiq deyə bilmirəm, amma böyük ehtimalla Amerika ilə razılaşdırılıb onun adı. Razılaşdırılmasa vuracaqlar. Yəni, bu bir mənalıdır, onu öldürəcəklər və eyni ilə Hizbullah liderləri kimi, HMS liderləri kimi. Haniyyə öldü, o öldürdülər, sonra gələni də öldürdülər, sonra gələni də, sonra gələni də. Doğru, arda-arda oldu, xatırlayır. Hizbullahda da Nəsrullah öldürdü, ondan sonra gələni də, ondan sonra gələni də öldürdülər. Və bilirsiniz, Nəsrullah bayaq da İlxan Şahinoğlu da sizin efirdə söylədi. Yerin 4 mərtəbə aşağısında bunkeri var idi onun. Xüsusi bomba ilə onu öldürdülər. Onu da içəridən Mossad agentləri, ən yaxın adamlar və İrandan gələn nümayəndə satmışdı onun yerini. Yəni, ali dini liderin yanından ali dini liderin göndərdiyi gizli nümayəndə onu satmışdı. Yəni, İran hökuməti içərisində çox güclü Mossad agentləri var. İndi öldü xəbəri çıxan Əhməd Necat var idi. Mahmud Əhməd Necat. Dəli prezident. Onu ikinci dəfə də öldürdülər. İkinci dəfə də öldürüb dirildirlər. O bir açıqlama vermişdi. Dünən bütün Türkiyə televiziyaları o açıqlamanı yaydı. Açıqlama vermişdi ki, Mossadla mübarizə mərkəzi qurduq. Mərkəzin başına gətirdiyimiz adam Mossad agenti çıxdı. Fikir verirsinizmi? İsmail Haniyənin yerini satan İran generalı olub. İki general olub. Yerinə qədər, nöqtəsinə qədər. Xamneyni əminəm ki, indi satan da onlar.
və digər nöqtə atışı bunlar. Hardan bilirlər? Məsələn, Sepah liderinin yerini, komandanın yerini özü ikinci dəfədir ki, Səlamidən sonra indi ikinci lider öldürüldü, general.